İyunun 16-sında Abşeron, Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib. Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və dövlət proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi ilə təşkil edilib. Qubada keçirilən tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb. Həmçinin yeni dövlət proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabət qabiliyyətli istehsalın genişləndirilməsini və özünü təmin etmə səviyyəsinin artırılmasını zəruri edir. Prezident köməkçisi vurğulayıb ki, yeni dövlət proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir. Pambıq əkilib. İlk dəfə idi ki, 36,1 sentner hektardan məhsuldarlıq əldə olunmuşdu. Bu böyük nailiyyət idi. Və bu, Cənab Prezidentin real həyata keçirdiyi siyasətin çox böyük müvəffəqiyyəti və göstəricisi idi. O cümlədən də fındıqçılıq sahəsini götürək. Ölkədə 40 min hektar fındıq bağları var idi 2016-cı ildə. 2026-cı ildə bu 2 dəfə artıb. Təkcə bu Quba-Xaçmaz zonasında bu 2,4 dəfə artmışdır. 19 min hektara çatıb, 8 min hektardan. Bu nailiyyətdir. Amma Cənab Prezidentin təbirincə desək, özü söylədiyi kimi, kənd təsərrüfatındakı bugünkü vəziyyət onu qane etmir. Və bu inkişaf dinamikası onu qane etmirdi və ona görə də hədəflər təbii olaraq əldə olunmuş müvəffəqiyyətlərə, nailiyyətlərə, göstəricilər söykənərək yeni hədəflər müəyyən edildi. Demək olar ki, 22 rayonda taxıl əkən bütün 5+ hektar olan fermerlərimizin sahələrində lazer hamarlama tətbiq etdikdən sonra bizə müraciət edəcəklər. Yerlərində monitorinq olunacaq həmən ərazilər. Əgər lazer hamarlama olubsa, onların istehsal etdiyi və keyfiyyətə cavab verən məhsulu dəyirmana təhvil verdikləri halda dövlət tərəfindən onların istehsal etdiyi məhsulun hər tonuna görə əlavə subsidiya ödəniləcək. Yəni, bu indiyə qədər ərzaqlı buğda proqramına tətbiq olunurdu. Pivot altında, müasir suvarma altında artıq lazer hamarlama olan ərazilərdə 5+ hektarlarda da biz bunu həyata keçirəcəyik və eyni zamanda da ilk dəfə olaraq lazer hamarlamanın dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli dövlət proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri ilə müəyyən edilmiş hədəflərdən bəhs edərək suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli istifadə olunmasının və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O regionlarda həyata keçirilən su təsərrüfatı layihələri, suvarma istiqamətində görülən işlər barədə məlumat verib. Daha sonra Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və dövlət proqramından irəli gələn vəzifələr barədə məlumat verib.
O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərindən biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov dövlət proqramının icrası məqsədi ilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahəyə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya mühitinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Çıxışlarda proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib. Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin müdürü Zeynal Nağdaliyev dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. O, dövlət proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyatı qurumlar arasında əlaqələndirilmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək dövlət proqramının icrası prosesində nəzərə alınacaqdır. Nüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq Denas TV üçün.